Ötən gün Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyev həbs edilib. Onun barəsində hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Məlumata görə Ramiz Mehdiyev bir sıra vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhdlə bağlı itham olunur. Hadisə ölkə ictimaiyyətində geniş rezonans doğurub. Bakı şəhəri Səvvar rayon məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Keçmiş millət vəkili Naftalan şəhər İcra Hakimiyyətinin sabiq başçısı Professor Musa Musayev Şərq TV-yə deyib ki, əgər aparılan araşdırmalar nəticəsində Ramiz Mehdiyevin ölkəsinə xəyanət etdiyi sübuta yetirilərsə, o ən ağır formada cəzalandırılmalıdır. Bilirsiniz, mən xarakteri mənim belədir ki, heç vaxt yıxılana gedən adamın dalınca danışırım. Mən ama vaxtında parlamentdə olanda da onu tənqid eləmişim. 2005'te deputat olanda da ben onu tənqid eləmişəm. Sonra da elə o tənqid elədiyimə görə də bana manifili törətdilər. Ramiz Mehdiyev Prezident Administrasiyasının uzun müddət rəhbəri olubdu. Onun bəli, bugün də istər Prezident Administrasiyasında, istər icra strukturlarında, istər Yeni Azərbaycan Partiyasında, istərsə də digər orqanlarda bəli, onun tərəfdarları və onun nəzir deyərlər komandasında olan adamlar var. Onun xeyir duası ilə vəzifələrə gedən adamlar var. Amma bu o demək deyil ki, onların hamısı cinayətkardır. Mən düşünürəm ki, ən ağır şey dövlətə xəyanətdir. Əgər bu adamın dövlətə xəyanəti varsa və bunun ətrafında da bəzi vəzifəli məmurlar əgər toplaşıblarsa, onların hamısı cəzasını almalıdır. O cümlədən Ramiz Mehdiyevin əgər araşdırmalar yəqin ki aparılacaq. Əgər onun xəyanəti, cinayəti varsa, mütləq bu adam ən ağır cəzaya məhkum olmalıdır. Çünki bu dövlətdə ən çox demək bəhrələnən Ramiz Mehdiyev olur. Aybəniz Səfərova, İsmail Qocayev, Yusif Sultanoğlu, Şərq TV.